əziz izləyicilərimiz, qonaqlarımızı sizə təqdim edirəm. Müğənni Kamran Ramazanov, müğənni Vəsilə Quliyeva. Nəzərinizə çatdırıram ki, bu iki qonağımız tamaşaçıların istəyi ilə bugün efirdədirlər. Digər qonaqlarımız isə Vüsalə xanım Sabir qızı və eyni zamanda Oqtay Hüseynov. Və bizim ən balaca qonağımız, hər kəsin sevimlisi, TikToker Pınar Anaroğlu bugün bizimlədir. Vəsilə xanım, bugünkü gündə bir çox müğənniləri uçuruma aparan onların ətraflarıdır, yoxsa həmkarlarının onlara verdikləri məsləhətlərdir? Azərbaycanın gözəl xanəndələri, gözəl müğənniləri var. Səsləri gözəldir, amma ki bəziləri elə bil ki kənar şəxslərə qulaq asırlar. Həmkarlarını, yəni sənət cəmiyyətində olan həmkarlarının qurduğu planların tələsinə düşürlər. Amma atalar məsələ var, deyir, yüz ölç bir biçmək lazımdır, fikirləşmək lazımdır ki, yəni mən buyam, məqsəd qoymalıdır qabağına.
yüz ölçü bayaq təkrar elədim, yüz ölçü bir biçməlidir və 10 adamdan, 15 adamdan soruşmalıdır, sual verməlidir və hər halda o an o 10 adamdan biri hər halda ağıllı bir fikir yönəldə bilər və özünün də ağlı düşüncəsi də rakəsi olmalıdır, fikirləşməlidir ki, mən bu addımı atsam necə olar, mən bu sözü desəm necə olar. Könül verdim vefasıza, özgesine uydu gittim. Könül verdim vefasıza, özgesine uydu gittim. Yüreğimin yarasını o insafsız soydu gittim. Yüreğimin yarasını o insafsız soydu gittim. Ne alışan mehabbeti, ne kalbimi duydu gittim. Ne alışan mehabbeti, ne kalbimi duydu gitti. Mecnun olan aşıkından ne tezi bile doydu gitti. Mecnun olan aşıkından ne tezi bile doydu gitti. İsti kövrək əllərindən, ətir saçan güllərindən. İsti kövrək əllərindən, ətir saçan güllərindən. Sinəm üstə tellərindən bir xatirə qoydu getdi. Sinəm üstə tellərindən bir xatirə qoydu getdi. Nə alışan məhəbbəti, nə qəlbimi duydu getdi. Alışan məhəbbəti, nə qəlbimi duydu getdi. Məcnun olan aşiqindən nə tezi belə doydu getdi. Məcnun olan aşiqindən nə tezi belə doydu getdi. Məcnun olan aşiqindən nə tezi belə doydu getdi. Məcnun olan